Salam, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda çiyələk mürəbbəsinin hazırlanmasını paylaşıram. Çiyələklər təmizlənir, yuyulur, suyu süzülür. Mənim bişirdiyim çiyələk 2 kiloqramdır və mən resepti 2 kiloqrama görə verəcəm. Hər kiloqrama 800 qram şəkər tozu, yarım stəkan su götürülür. Əvvəlcə şəkəri suda qarışdıraraq qaynayana qədər əridirik. Sonra üzərinə təmiz çiyələkləri ehmalca töküb qarışdırırıq ki, şəkər çiyələyin hər bir tərəfinə bulaşsın və qaynayana qədər vamxodda gözləyib altını söndürürük və soyumağa buraxırıq. Bir neçə saatdan sonra soyuduqdan sonra ikinci etap, deməli, yenə qaynayana qədər bişiririk və yenidən altını söndürüb soyumağa buraxırıq. Oda qoyan zaman qabın dibindəki şəkər kristallarını qarışdıraraq ehmalca qoparırıq ki, isti dəyəndə yanıb yapışmasın. Şirə qaynayır, qaynadıqdan sonra altını söndürürük. Bu mürəbbənin ikinci dəfə soyuduqdan sonraki halıdır. Artıq görürsünüz ki, şirəsində mətini də salmışdır, hazırdır demək olar ki, amma biz bunu bir dəfədə 15 dəqiqə gür odda qaynadıb bişiririk və beləliklə mürəbbəmiz hazır olur. Üstünə yığılan köpükləri axırda bişdikdən sonra ləyəni sirkələyərək ortaya gətiririk və salfetlə götürürük. Artıq mürəbbəmiz hazırdır. Suyunu da görürsünüz şəffaf, gözəl rəngi, ətri də gözəl, ətrini də saxlayıb, rəngini də saxlayıb, dadı da çox gözəldir. Buyurun siz də hazırlayın. Nuş olsun, ağız dadınız heç zaman pozulmasın.